Salam dostlar, necəsiz? Bugün biz sizinlə bərabər pərənc rəsmi seçirik. Bu mənim ilk səsli videom olduğu üçün biraz həyəcanlıyam. Ümid edirəm ki, videomu bəyənərsiniz. Birinci videomda belə bir video çəkməyi düşünürdüm düzü. Daha öyrədici videolar çəkmək istəyirəm sizin üçün. Sadəcə artıq başlamalı olduğumu düşündüm. Buna görə də bir yerdən başladım. Nə qədər bu rəsm mənim məqsədimə uyğun olmasa da. Gördüyünüz kimi pərənc rəsmidir və ilk tonlarımı atıram. Daha dəqiq bir şeylər ön plana çıxartmağa çalışıram ki, rəsmdə nəyi necə edəcəyimi bilim. İlk öncə yarpaqlara bir ton verdim. Daha sonra sarı rənglərlə gözün ətrafının tonunu verdim. Daha sonra qara əvəzinə karışlı rəngdə istifadə edərək qara yerləri bildirdim. Sonra yavaş-yavaş narıncı və digər rəng sallardan istifadə edərək rəsmə dərinlik qatmağa başlayıram. Kovaş ilə ilk rəsmim idi bu mənim. Bundan əvvəl əlbəttə ki, rəngli rəsmlər işləmişdim. Sadəcə ilk dəfə olaraq kovaş ilə bir heyvan rəsmi ərsəyə gətirdim. Bundan əvvəl sadəcə 5 və ya 6 rəsmim var. Bu ilə işlədiklərim bunların arasında heyvan rəsmi yox idi. Mən də risk edib heyvan rəsmi çəkməyə qərar aldım. Rəsmi nə qədər 6 dəqiqənin içinə sığdırsam da bu rəsmə günlərimi vermişəm. Onun quruması, rənglərin qarışdırılması, tonların verilməsi, incə detalların işlənməsi uzun bir prosesdir. Yenə də nəticə ürəyimcə oldu. Daha qəşəng ola bilərdi, dəli ola bilərdi. Ancaq yaratdığımız şeydən də məmnunum, çox şükür. Mənim ilk uzun və səsli videom olduğu üçün dəqiqliyi haqqında danışmalıyam bilmirəm. Videonu necə maraqlı hala gətirə biləcəyimi də bilmirəm. Buna görə sizi bir müddət rəsmlə baş-başa buraxıram. Burada artıq qeyri-dəqiqlikdən sıxılıb bir şeyləri dəqiqləşdirməyə başlayıram. Qara yerləri qara boyayla keçirəm. Burada düzü düşüncəm o idi ki, qara rəng rəsmi korlaya bilər. Bunu çox tez istifadə etmək olmaz. Və mən burada həddindən artıq tez istifadə edirəm. Buna görə də rəsmin pozula biləcəyindən, qarışa biləcəyindən narahatlanıram. Ancaq elə bir şey yaşanmır. Sonda da nəticəni görəcəksiniz.
rəsmin iç tonlarını verdim. Bir neçə əlavə tonlar da verərək rəsmin biraz dərinlik qatdım və ən əsas dərinliyi, dəqiqliyi verəcək tonları işləməyə keçirəm. Tuş effekti verdikdən sonra rəsmin belə görünür. Ümid edirəm ki, bəyəndiniz. Videonu bəyənib yorum yazmağı unutmayın.